Salam qızlar, necəsiz? İnşallah yaxşı olarsınız. Mən də şükür yaxşıyam. Burada Atagilin blokunu göstərmək istəyirəm. Çox səliqəli, təmiz olur və güllü çiçəkli olur. Biz evə gəlmək istəyirdim. Dedim gedim evi həm tozoranlayım, silim, həm də görüm nə var, nə yox. Gəldik, elə qərarı aldım ki, köhnə mebelləri söküm atım. Artıq yararsızdılar. Heç deyirdim avtoyorka ilə söküm, heç avtoyorkaya ehtiyac olmadı da. Elə əl vuran kimi tökülür. Demək qızlar, qonaq otağımın tülünü dəyişdim. Yeni tül aldım. Belə qəşəng sadə taxdım. Otağı 180 dərəcədə dəyişdi qızlar. Həm otaq işıqlandı, yəni həm qəşəng görsəndi. Əvvəlki kimi, yəni qaşlı pərdələr modda deyil artıq. Ondan yeni gələn olanda, yəni tez zaman almışdım. Yaş getdikcə, nə bilim, dövr dəyişdikcə insan fikirlər, düşüncələr də dəyişir. Dedim elə gəlmişkən yolkanı da söküm, çünki qayıdacaqdım. Bir neçə saat vaxtım var idi. Yolkanı da qəşəngcə söktüm, yığdım yerinə. Oyuncaqları da elə yerinə yığdım. Bu il ümumiyyətlə bayramda da evdə olmadım. Atamla birlikdə oldum, atamın yanında oldum. Belə. Onsuz çərşənbə az qalıb deyinə, evi də belə bəzədim. Hələ tam bəzəməmişəm, çünki hələ ki Atagildəyəm. Belə buranı da göstərirəm sizə. Yığışdırmışam, sərgəli, qəşəng. Demək qızlar, qazım nə təzədir, nə köhnədir, amma işləy vəziyyətdədir. Yəni 4-ün 4-ü də işləyir. Sadəcə böyük qazı spitska ilə yandırırlar. Onu satmaq istəyirəm. İnşallah istəyirəm ki, indi qiymətlərə baxacağam. Oradakı qiymətlərdən biraz aşağı qiymətə satacağam. 2000 years later. Demək qızlar, gəldim evə, atam gilə, yol üstü marketə düşmüşdüm. Tuna salatı beynimə vermişdi. Salat üçün malzemələr aldım. Bir də Pantene'in saç maskası endirmə düşmüşdü. 11 manat neçə qəpik idi, səhv eləmirəmsə. Bir dənə bundan götürdüm. Bir də L'Oreal Paris'in kremi düşmüşdü. Gecə kremi düşmüşdü endirimə. İkisinə 20 bir yerdə 22 manat neçəsə qəpik verdim. 23 manat. Belə. Krem də deyəsən 10 manata düşmüşdü, səhv eləmirəmsə. Belə. Qoxusu çox qəşəngdir. Həftədə 2-3 dəfə istifadə eləmək olur. Maska kimi də istifadə eləmək olur. Krem kimi də istifadə eləmək olur. Belə, hələ ki, yəni xoşum gəlir. Hələ ki, narazıçılığım yoxdur. Yoğurtu göstərirdim. Qızlar, birinci göstərdiyim yoğurtdur. Çox qəşəng idi dadı. Bəyəndim. Sizlərlə də paylaşmaq istədim. Arazdan aldığım o saqqızlı mühəlləbi mən bəyənmədim. Elə bir ki, nazar saqqızını, nə bilim, heç xoşuma gəlmədi də, yəni. Mənim ağız dadıma uyğun deyil, bəlkə başqaları bəyənə bilər. Demək qızlar, yoldaşımla getdim kargo götürməyə. Gələndə də yolda bir şeyləri bəslədim. Hello. Demək qızlar, kargolarım gəldi. Evdə ən işıqlı yer bura olduğu üçün burada çəkəcəm videomu. Birinci başlayırıq bundan. Böyümədir. Bu yubka zakaz eləmişdim. Belə bir yubkadır, qara. Təmindən bir dənə şeydən xoşum gəlmiş ki, paltarları ət mundar ət kimi elə bir şey paketi açıb tollayırlar sizə. Sonra bu nədir? Mən bu paketləri atmıyorum. Bu yoldaşıma sportivni zakaz eləmişdim. Belə. Sadə. Amma materialı çox nazik idi.
Ama yani sade, qəşəng, pis deyil. Bu şəkil. Şeyin materialı. Materialı çox yumuşaqdır, çox qəşəngdir. Baxın belədir. Qəhvəyə rəngdədir. Belə. Ən çox ən çox ayaqqabılarımdan nə ayaqqabılarım? Belə ayaqqabısı necədir? Bu kızlar ucuza almışdım, 24 manat. Ucuza almışdım. Böyle pis değil. Ama yani elə də mükemmel de değil yani. Yaxşı da giyinmək olar. Çox giyinmək olmaz. Zaten ildə 1-2 dəfə giyinirəm yani. Belə. Bir düşün aşkım. İcazə ver, icazə ver, icazə ver. İcazə ver. Bunların ama görünüşü qəşəngdir, ama yani burada bura bir savaşlı takılmışım. Buna da. Buna 30 neçə yazı kodlamışdım. Süperdi ama çok qəşəngdir, rengi bordo oldu. Qəşəng bordo oldu. Kızlarına bakın, kalkıyordu. Kalkıp uçutunu bildi. İt olur, it. İt olur, it. Sonra şeyim kaldı. Böyle aksesuarlarım da. Nasıl bir fotoğrafa uygun olsun diye böyle sırkı hazırlamıştım. Şəkilli qəhvəyiydi, ama böyle farklı olacaq gəlib. Bir de böyle. Bu da bardovdu ama necəsi də bilmem nərəydi. Böyle bir şey. Bu da ayakkabıya uygun olarak böyle bir çanta da hazırlamıştım. Qəşəng. Görək, içi də belədir. Bölmələri var. Görsənir. Belə də şərfi var. Ama mən şərfini istifadə edemeyeceğim. Kulpu var. Bir de arkasında böyle bir yeri var. Kuşum. Kuşum. Hadi kuşum. Burada böyle sade bir kofta hazırlamışım. Tişört kimi kollarında böyle bir detay var.